Bərabərimizi qoyaq. Sinus pi bölünsün 2 minus 2 alfa. Bilirik ki, pi bölünsün 2 və onun tək misillərində funksiyanın adı dəyişir. Yəni sinus çevrilib olur kosinus. Və pi bölünsün 2 çıxılsın 2 alfa. Birinci rübün buzağı olduğundan birinci rübdə sinus işarəsi müsbətdir. Ona görə işarə dəyişməyəcək. Funksiyanın adı dəyişəcək, amma işarə dəyişməyəcək. Ona görə olacaq kosinus 2 alfa. Məxrəcdə yenə sinus pi bölünsün 2 çıxılsın alfa. Yenə pi bölünsün 2 olduğuna görə ad dəyişəcək kosinus. Amma yenə pi bölünsün 2 çıxılsın alfa birinci rübün bucağı olduğuna görə yenə işarə dəyişməyəcək. Olacaq kosinus alfa. Plus sinus alfa. İndi biz kosinus 2 alfanın yerinə belə bir düstur yaza bilərik. Kosinus kvadratı alfa çıxılsın sinus kvadratı alfa. Çünki kosinus 2 alfa bu ifadəyə bərabərdir. Kosinus 2 alfa bərabər. Kosinus kvadrat alfa çıxılsın sinus kvadratı alfa. Məxrəcdə olduğu kimi yazsaq, kosinus alfa plus sinus alfa. Onda surətdə a çıx b, a plus b kimi yazsaq, yəni bir dəfə kosinus alfa çıxılsın sinus alfa, bir dəfə də kosinus alfa plus sinus alfa. Sinus alfa. Məxrəcdə olduğu kimi. Kosinus alfa plus sinus alfa. Və buradan da bunlar ixtisar gedəcək. Bir dənə qalacaq. Kosinus alfa minus sinus alfa.